El bilir ki sen benimsen. Yurdum, yuvam, meskenimsen. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azerbaycan, Azerbaycan. 44 gün davam eden bir savaş, iradenin, inamın ve vətən sevgisinin sınağı. Deyirlər keçmişi bilməsən, bugün baş verənləri anlaya bilmərsən. Ona görə də biz təqribən 30 il əvvələ, 1991-ci ilə qayıdırıq. Və bundan sonra 30 ilə yaxın davam edən mənasız danışıqlar prosesi başlandı. Həmşənin sülh yolu ilə əldə edilməsi üçün hələ 1992-ci ildə Amerika, Rusiya və Fransanın iştirakı ilə ATƏT Minsk qrupu yaradılmışdır. Bu müddət ərzində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə masa üzərində qaldı. ATƏT Minsk qrupunun keçirdiyi müxtəlif iclaslar heç bir nəticə vermədi. 4 gün davam edən o şərəfli yol nəticəsində 5 şəhər, 300-ə yaxın kənd işğaldan azad edildi. Biz sadəcə torpaqlarımızı işğaldan azad etmədik. Biz qürurumuzu, inamımızı və birliyimizi də azad etdik. 8 noyabr bu millətin tarixinə zəfər günü kimi qeyd olundu. Qoy bu günün sevinci, bu günün fəxri heç zaman unudulmasın. Çünki biz dəyişdik. Biz artıq qalib və bütöv bir xalqıq. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır.